Salam, hər vaxtınız xeyir əziz və dəyərli tamaşaçılar. Hər birinizi sağlam səhət verilişində yenidən xoş gördük. Bugün biz qlaukoma göz xəstəliyi haqqında söhbət aparacağıq və suallarımızı dosent, tibb üzrə fəlsəfə doktoru, cərrah oftalmoloq Hafiz Qəhrəmanov cavablandıracaq. Xoş gəlibsiniz doktor. Xoş görmüşük. Xeyli vaxt yox idiniz proqramımızda. Bəli, inşallah ümid edirəm bundan sonra yenə də davamlı olaraq daha tez-tez sizi görmək istəyirik. Əgər siz də bunu arzularsınız. Əlbəttə ki, doktor, hər zaman şadıq sizə. Doktor, qlaukoma nə xəstəliyidir? Biz bir qlaukoma deyəndə adam öncədən dərindən bir ah çəkir. Çünki bir xəstəlikdən danışırıq ki, tarixi çox qədimdir. Yəni, hələ bizim eradan əvvəl qədim Yunanistanda ilk dəfə aşkar olunan bir xəstəlikdən gedir söhbət. Ancaq ah çəkirik ona görə ki, bu müddət ərzində bu xəstəliyin bir etiolojisi, yəni onun səbəbi hələ də aşkar olunmayıbdır. Yəni, niyə yarandığı elmə məlum deyil, doktor? Yox, bir faktorlar var, risk amilləri var, onu yaratmağa meyilli olan amillər var, onun patogenetik mexanizmi, yəni orqanizmdə nələr baş verəndə bu xəstəliyə meyillik yaranar və xəstəlik. Bunlar bilinir də, ancaq xəstəliyin, hər bir xəstəliyin bir səbəbi var. Bu səbəb deyilən bir şey yoxdur, bilinmir. Ona görə də bu baxımdan çox arzu olunmayan bir xəstəliklərdir. Mən məsələn bir oftalmoloq kimi deyirəm, yəni bəlkə də oftalmoloq olmasan o xəstəliyin o dəhşətini, onun o problemlərini insanı ən azından onunla deyim ki, nəticə olaraq görmə qabiliyyətindən gözəl bir qabiliyyət, hansı ki, bütün dünyanı biz duymaq üçün, anlamaq üçün, qavramaq üçün, inkişaf üçün, dünya görüşümüzü artırmaq üçün ən birinci görmə lazımdır. Görməklə biz duyuruq ətrafı, görməklə hiss edirik, görürük, hiss edirik, qəbul edirik. Ancaq bunlardan birdən-birə məhrum edən bir xəstəlikdir. Ömürlük itirirlər görməni, doktor? Bəli, yəni qlaukomadan görmə itirir. Əgər bura gəlib çıxdıqsa, sona gəlib çıxsa, əgər qlaukomada bir xəstə o mərhələlərinin sonuna gəlibsə, geriyə dönməz görmə itkisindən söhbət gedir. Bərpa etmək də mümkün olmur? Bərpa etmək olmur, xeyr. Sinir hüceyrələri bərpa olunmur deyə, ona görə də bu xəstəlikdə bir geriyə dönüş yoxdur. Ona görə də bu xəstəlikdən, indi mən sizə bir statistikanı da yəqin soruşacaqsınız deyəcəm. Statistikada bizə bir 50 milyona yaxın statistika göstərir ki, bu bilinən ki, dünyada qlaukomadan görməni itirmiş insan var. 50 milyon, bunların da əslində yaşı orta yaşlardır. Yəni 60, 70, 50, onların içərisində gənclər də var, uşaqlar da var. Ancaq bu xəstəliyin başqa bir xüsusiyyəti ondan ibarət ki, bu adətən insanların yetkin yaşında, onların cəmiyyətə, ətrafdakılara, qohumlarına, əqrabalarına, öz çevrələrinə, öz işlədiyi yerə, dövlətinə, xalqına, millətinə xidmət eləməyin elə bir isti vaxtında görməni itirirlər ki, yəni bir deyək ki, bir 60 yaşında bir yetkin bir şəxs, mütəxəssis, bir həkim, bir müəllim görməyini itirir. Və o yararsız demirəm, ancaq yükə çevrilir. Çünki bu ailədə bir problem olur, bu insan görmür, onun qayğısı 1-ə 5 artır. Cəmiyyət üçün 1-ə 5 problem olur, maddi olaraq 1-ə 5 problem olur. Onların dərman təchizatı, müalicəsi, onların qayğısı dövlətə nə qədər böyük bir yəni bir yük olur. Bu adam dövlət üçün çalışmalı ən verimli bir vaxtında dövlətimiz, yəni bizim deməyək, yəni bütün dövlətlər üçün, yəni dövlət üçün, ailə üçün bir yükə çevrilir. Yəni bu baxımdan çox heç də arzu olunan bir xəstəlik deyil və problemi də odur ki, bu xəstəlik əslində bir gizlənmiş, maskalanmış bir xəstəlikdir. Yəni buna İngiliscə belə bir adı var, ad qoyublar. İndi onu deyə bilməyəcəm kim qoyubdur. Silent thief, sakit oğru. Yəni sizin yanınızda oturur gəlir görmənizdə oğruyur. Və cibinizdəki o məsələn nə isə qoy, məsələn deyək ki, bir 10 manat 1 qəpiklə pul qoymusunuz. Hər gün bircə qəpiyini oradan götürür. Heç güman eləmirsiniz ki, görməni oğurluyur, doktor. Yəni bəli, görməni, bu buradan görməni həmin o qəpik-qəpik oğurluyur. Birdən-birə oğurlamır. Ağrısız oğurluyur. Ağrı vermir. Heç bir şikayət vermir. Xəstənin şikayəti olmaz. Az miqdar görmə etkisini aylarla belə xəstə hiss etməz. Və onun bir tərəfə də dərinə getdikcə də bir problem oradan çıxır ki, müalicə olunmayan bir xəstəlikdir. Biz ona həmişə deyirik ki, müalicə olunmaz. Düzdür, xəstə deyəndə ki, biz səni nə ilənsə müalicə edəkmi, biz də onu nəzərdə tuturuq ki, bu xəstəliyi qarşısını almaq üçün
müəyyən tədbirlər görməliyik. Əks təqdirdə bu tədbirlər görülməsə, o xəstəlik baş alıb gedir. Yəni axıra qədər gedir, sona qədər gedir. Çünki bu xəstəlik əslində qarşısında bir məqsəd qoyur. Başlanğıcdan görmə sinirini zədələmək, zədələdikcə zədələmək və sonunda görmə sinirini tamamilə məhv etmək. Və nəticə olaraq bir korluq, qaba desək, ancaq elmi dildə daha nazik desək, biz xəstəyə biz demirik ki, siz kör olarsınız, deyirsiniz, siz görməyinizi itirərsiniz. Xəstənin çünki könlünü almaq da bir vacib bir şeydir. Yəni görməyini itirir insan. Doktor, bu qədər təhlükəli xəstəlikdirsə, bəs öncədən bunu necə aşkar etmək mümkündür ki, əlamət də vermir, şikayət də vermir? Bəs biz necə öyrənək ki, gözümüzdə qlaukoma başlayıbmı, yoxsa yox? Bilirsiniz, Könül xanım, bu xəstəliyin sözsüz ki, insan cəmiyyət o qədər inkişaf edib, texnologiya o qədər inkişaf edib, insanların özləri də inkişaf edib. Yəni biz təbiətdə belə bir şey desək, həmişə bir belə, bəlkə də bir uyğun gəlməz onu, bilmirəm. Yəni o misalı çəkəcəm belə bir. Məsələn, bir türkülərə deyirlər, çox kurnazdılar. Türkçə bir söz var, türkülərə. Çox kurnazdır. Buradan bağlıysan, hiləgəri ilə oradan girir. Buradan bağlıysan, oradan girir. Bir hinə əgər məqsəd qoyursa ki, oradan bir toyuğu uğrayacaq, hər nə olur olsun, istəyirsiniz betondan ona bir istehkam edin. Yəni biz necə ki, bu 44 günlük müharibədə o ermənilərin qurduğu istehkamı nə cür yardıqsa, deyirlər, çox inanılmaz bir istehkam qurmuşdular, beton. Onu ordumuz qırdı, onu keçdi. Ancaq həmən türkü də bax, belə bu istehkamları belə keçir. Bu xəstəlikdə hər nə olsa, necə olsa da, o hədəfinə çatmaq, yəni o bizim görmək, əgər varsa xəstə adamda, onun o siniri zədələmək üçün hər nə desən, hər yola əl atır. Təzyiqini salırsan, bu tərəfdən görmə sinirin özü başlayır apoptozu tezləşdirməyə. Apoptozu biraz qaydaya salmaq istəyirsən, görürsən o tərəfdən təzyiq qalxdı. Digər və s. 1000 oyunla nə etmək istəyir? Yəni bu xəstənin görməyini əlindən almaq istəyir. Ona görə də bunu aşkar eləmək üçün çox çətinlik var. Sözsüz ki, necə biləsən, özünü bildirməyən, özünü gizlədən, çox gözəl maskalandıran bir xəstə. Ancaq burada da yenə də bir başqa bir misal var. Mən misalımı ona gətirirəm ki, heç də insan o xəstəlikdən də kurnaz, az kurnaz deyil. Yəni bir tülkü qədər bir, belə deyək də, yetənək mənasında hiləgərliklər. Onun bir yolu var. Deyirlər ki, dağ Məhəmmədə tərəf gəlməsə, Məhəmməd dağ tərəfə gələr. Yəni, əgər biz bu xəstəlik bizdən qaçırsa, biz bunu qaçıb tutmalıyıq. Yəni, hər bir xəstə müayinəsində, hər bir həkimin borcudur ki, bu xəstədə birinci fikirləşsin ki, əcəba, burada bir qlaukoma ola bilərmi? Onu da nəzərdən qaçırmayaq ki, qlaukoma hər bir adamı tuta bilər. Hər bir yaşda görünə bilər. Doktor, üzr istəyirəm. Deyək ki, birinin 30-35 yaşı var, heç bir görmə problemi yoxdur, yaxşı görür, onda da yarana bilər? Hər bir adamda. Məsələn, biz ən çox yaşlı adamlarda rast gəlinir. Məsələn, 40 və 50 yaşdan üzərində bu birincili qlaukomadan gedir söhbət. Ancaq məsələn bir 30-35 yaşda da rast gəlinən buna adətən biz yuvenil qlaukoması deyirik. Bu yuvenil qlaukoması nə deməkdir? Bu anadan gəlmə bir qlaukoma dediyimiz bir qlaukoma növü də var. Anadan gəlmə qlaukomanın bir həqiqi anadan gəlmə qlaukoması deyilən bir növ var. İnsan doğulanda artıq tam qlaukoma ilə doğulur. Qlaukomalı gözlə doğulur. Çox zaman bunu doğum evində, yəni acı bir akuşer, təcrübəli bir akuşer, mama onu aşkar edir ki, bunun gözü problemlidir və sizə də hətta bir yönəldə bilər ki, hansı əlamət olur? Yəni gözün ölçüsü böyük olur, normadan çox-çox böyük olur. Böyük ölçü ilə doğulur. Ona görə də buftalm, yəni öküz gözlülük deyirlər. Bunu ilk doğuşdan rast gəlinən və %90 bu boyda böyük bir gözü, yəni bizim adətən onsuz da yeni doğulmuşun gözü də balaca olur, göz yarığı da balaca olur. Ancaq buna baxmayaraq o yaşda, yəni yeni doğulmuş üçün çox böyük ölçüdə olur. Ona görə də bunu yeni doğulmuşların qlaukoması və ya anadan gəlmə, həqiqi anadan gəlmə qlaukoma deyirlər. Ancaq üzüstən bəzi vaxt görürsən ki, xəstənin normal gözlə doğulur, daha doğrusu görüntü olaraq, ölçü olaraq. Ancaq bu qlaukoma ilə doğulur, 3-5 yaşlarında aşkar olunurmuş deməkləmiş, burada qlaukoma var. O görmə funksiyaları aşağı olur, gözün təzyiqi qalxır, uşaqda başqa problemlər olur, qamaşma olur, filan olur. Yəni bunlarla aşkar edirsən ki, bu həmən o anadan gəlmə qlaukomanın biraz gecikmiş formasıdır. Erkən uşaq dönəmində özünü çıxar. Ancaq bəzi növü var ki, məsələn, yuvenil dövrə qədər özünü göstərmədən, bildirmədən
Yəni dediyimiz kimi maskalana gedir, ancaq gecin daha 40 yaş, 50 yaşlara qədər yox, artıq 30, 20 o yaşlarda özünü göstərir. Buna da deyirlər juvenil qlaukoma. Bəs bu xəstələr adətən heç bir şikayət vermirsə, hansı səbəblə həkimə gedirlər doktor? Nə zaman gedirlər? Valla bilirsiniz necədir? Baxın belə deyək, məsələn bir 3-5 yaşda niyə aşır? Məsələn o uşaq, bir uşağı götürün. Yəni öncədən heç bir problem, o uşaq hələ dünyanı bilmir, anlamır. Onun gözünün yaxşı ya pis gördüyünü anlamaz. Yəni əgər uşaqla, yəni anadan gəlmə qlaukomalardan gedirsə, bunu sırf rutin müayinələr bilirsiniz ki, uşaq doğulduqdan sonra çox tez-tez müayinələr olur. Yəni protokollar onu tələb edir ki, məsələn 3 ayında, 6 ayında peyvənd olunur, vaksinlər vurulur, poliklinikalara aparılır və bunların birində bu tez-tez müayinələrin birində tutulur. Bu xəstə görünür, bilinir. Bir həkimin, hətta pediatr belə təcrübəli pediatrdan gedir, aşkar edir ki, bunun gözündə bir problem var. Qamaşmasındanmı, gözün quruluşundanmı, ölçülərinin biraz böyük olmasındanmı? Bunlar da asandır. Ancaq daha sonra, daha böyük yaşlarda bilirsiniz necədir? Bunu aşkar eləmək deyirəm, biraz çətin olur. Məsələn, bir göz 100% görür, digər gözdə qlaukoma başlayır. Əslində bunu da deyim, qlaukoma bir gözün yox, iki gözün xəstəliyidir. Yəni bir gözdə var, o birisində olmayacaq deyə belə bir şey yoxdur. Ancaq ikisi eyni başlamır. Biri erkən başlayır, asimetrik gedir. Məsələn, bir gözdə deyək, görməni 80% itirə bilər, digər göz 100% görmə qala bilər. Və bu tədricən itdiyinə görə heç də hər gün hamı nə göz həkiminə gedir, nə də hər gün gözünü birini tutub, o birisini tutmur ki, bir özümü yoxlayım. Siz edirsinizmi? Mən də etmirəm. Xanımlar edir doktor, kosmetika istifadə edəndə gözümüzün birini yox. Biz daha şanslıyıq. O bəlkə sizlərin daha avantajlıdır, üstünlüyüdür. Ancaq indi o da bəlli bir yaşda. Ona baxmayaraq yenə də bir insan, biz özümüz olaraq, özümüzdə qlaukoma olduğunu aşkar etmə ehtimalı təbii olaraq azdır. Yəni, təsadüf nəticəsində mi o zaman aşkar olur doktor? Baxın, bir 40 yaşında bir adam gəlir sizə, müraciət edir ki, mən yaxın görməm pozulub. Yaxını əvvəllər yaxşı görürdüm, bir eynək yazmaq məcburiyyətində, elə deyilmi? Və bu yoxlanış zamanı mütləq gözün təzyiqi yoxlamalıdır. Ona görə də bir protokollar tələb edir ki, əgər xəstə sizin yanınıza hər hansı bir səbəbdən gəlibsə, protokol gərəyi gözün müayinəsini tam edərsiniz. Check-up müayinəni aparmalısınız, sizdə çox vaxt sərf eləməyəcəksiniz. 15 dəqiqə, 10 dəqiqə artıq, əgər burada bir qlaukoma varsa, bayaq mən dediyim kimi, biz ona qarşı gedirik. Bir göz təzyiqinin yoxlanılması vacib bir şərtdir. Hətta bir xəstə gəlib, bildiyiniz sağlam bir insan, sağlam bir xəstə, heç zaman şikayəti olmayan sizin yanınızda olan çevrənizdəndir, qohumunuzdur, övladınızdır, atanızdır, əminizdir. Yenə də təzyiqi ölçmək sizin vəzifə borcunuzdur ki, aman qlaukoma heç zaman heç kimə demir ki və dəvətnamə göndərmir ki, məni dəvət edeyim, mən gəlirəm. O özü dəvətnaməsiz gəlir, orada oturur. Sizi məcbur edir ki, siz ona qarşı gedəsiniz, yəni ona tərəf gedəsiniz, ona axtarasınız. Həmişə gözünüzdə, bir biz xəstə gələndə həmişə gözümüzdə acaba bunda bir qlaukoma var mı deyə, o saat beynimizdə bir soru olur. Birinci o soru gəlir ki, amma bunu demək təzyiqini yoxlamaq lazımdır. Deyək ki, yoxladınız, yüksək təzyiq çıxdı və doktor? Yüksək təzyiq və bundan sonra... Yüksək təzyiq varsa 100% qlaukoma yaranacaq deməkdir? Xeyr, 100% deyil də, bir oftalma hipertenziya deyilən bir şey var. Yəni bir məfhum, bir termin var. Baxırsan ki, bir qlaukoma tək təzyiqdən deyil. Bundan da danırsa, qlaukomanın əsas əlaməti göz təzyiqinin qalxmasıdır. Çox adam elə bilir ki, gözüm ağrıyırsa, gözüm qızarırsa, bu qlaukomanın əlaməti yox. Bu qlaukomanın əlaməti deyil də, ancaq həm də qlaukomanın əlaməti ola da bilər. Hər gözümüz ağrıyanda qlaukomada deyə şübhələnək, bu da doğru deyil. Göz təzyiqinin qalxması əsas əlamətdir. Ancaq göz təzyiqi, dediyim kimi, bəzi hallarda digər əlamətlər olmadan da qalxa bilir. Baxırsan, gözün təzyiqi normadan yuxarı. Məsələn, normal 20 mm civə sütunudur. Normada bu qalxıb 30 mm civə sütunu. Siz bunu əmin olmaq üçün ki, bu təsadüfənmi belə çıxıb, sizin səhv yoxlamanızdırmı, cihazın səhv yoxlamasıdır. Yəni, burada yanlışlığı aradan qaldırmaq üçün mütləq təkrari müayinələr tələb olunur. Günün müxtəlif vaxtı. Sabah deyirsiniz, günorta gəlin, birisi gün deyirsiniz, məsələn, işin sonunda gəlin, o birisi gün məsələn deyə bilərsiniz ki, səhər bir də gəlin və burada əgər bu dediyimiz təzyiq yoxlamaları təkrarlanırsa, burada siz bir qlaukomaya şübhə deyə bir şübhəniz oyanır və burada təzyiqin
daimi yüksək olması artıq sizin beyninizdə bir yerə yazırsınız. Və bunu yoxluyursunuz, davam edirsiniz. Qlaukomanın digər əlamətləri olmadan belə xəstələr var, oftalmik hipertenziyalı xəstəlik. Digər əlamətləri olmadan, özəlliklə görmə sinirinin zədələnməsi müşahidə olunmayan çox xəstələr var, hansılar ki, uzun müddət göz təzyiqi yuxarı olur. Siz bunları müşahidə eləməlisiniz. Çünki araşdırmalar göstərir ki, belə deyək, burada da bir dualizm var. Bəziləri deyirdilər ki, oftalmik hipertenziya qlaukoma deyil, bəziləri deyir ki, qlaukomadır. Gec ya tez 10 il sonra, 20 il sonra bu qlaukomaya çevriləcək, gətirəcək, özünü göstərəcək, gizlədir nə isə. Ancaq belə hallarda ümumiyyətcə bütün dünyada məntiq olaraq belədirmi, biz 10 il bundan sonranı şansa buraxmamaq üçün göz təzyiqi yuxarı olan xəstələri, hansında ki biz qlaukoma demirik, onlara da göz təzyiqini aşağı salmaq üçün, normala salmaq üçün dərman müalicəsi təyin edirik. Əks təqdirdə iki adamdan birində qlaukoma olacaq, birində olmayacaq. İndi siz bunun hansını, siz qabaqcadan onu falçı deyilsiniz ki, yəni bir falçılıq eləyib deyək ki, yox, səndə olmaz, səndə olmaz. Xeyr, hər ikisinə də həmən dərmanlar tökülməlidir. Doktor, qlaukomada nə baş verir ki, insan görməsini itirir? Baxın, qlaukomanın mən sizə belə deyim də, öncə bir risk amillərindən icazə versəniz, deyim bir-iki kəlmə. Bax, yaşın 40-dan yuxarı olması, özəlliklə birinci sırada anamnez deyilən bir şey var, ailə anamnezi. Məsələn, əgər birinci tərəfdən, məsələn, bir valideyn, atada, anada, əmidə, qardaşda, bacıda əgər qlaukoma varsa, olubsa, bu xəstə potensial bir qlaukoma xəstəsi olma ehtimalı yüksəkdir. Bunu nəzərdə almaq lazımdır. Yaş 40-dan yuxarı olan insanlarda göz təzyiqi adətən normadan yuxarı qalxmağa başlayır. Məsələn, deyirlər ki, yəni statistika deyirlər deyəndə, məsələn 40 adamdan birində, bəzi statistika yazır 20 adamdan birində 40-dan yuxarı göz təzyiqi yuxarı olur. Bu da potensial bir qlaukomadır. Yüksək dərəcəli miopiya, degenerativ miopiya xəstəliyi, bax miop gözləri olan xəstələr biz həmişə bir qlaukomalı göz kimi baxırıq, yüksək mioplu gözləri. Həmişə onları nəzarətdə saxlayırıq. Burada kardiovaskulyar xəstəliklərdə çox böyük rolu var. Diabet, şəkərli diabetin çox böyük rolu var. Hansılar ki, ya birincili, ya ikincili bir qlaukomaya çox sürətlə gətirə bilər. Və s. digər faktorlar da var. Yəni, bu biz nədən bilirik ki, burada bir qlaukoma var, qlaukoma yox. O sual verdik də, elə deyilmi? Bəli. Yəni, biz demək, bu risk amilləri olan xəstələr mütləq rutin müayinədə yoxlanılmalıdır. Geniş yoxlanılmalıdır. Göz dibi müayinəsi olunmalıdır. Onların təkrar təzyiqləri yoxlanılmalıdır. Bəzi hallarda xüsusi testlər verir. O testlər də yoxlanılmalıdır ki, bu gözə görünməyən qlaukomanı aşkar edək. Ancaq burada qlaukomanın bu diaqnostikası deyilən bir şeydə dediyim kimi çətinliklər ondan ibarətdir ki, xəstələrin dediyim kimi çoxunda bir yanlış ölçmələr, bəzən hiperdiaqnostikaya gətirir. Yanlış müayinələr, yanlış ölçmələr. Məsələn, elə adamlar gözü çox həssasdır. Təzyiq ölçərkən tez qırpır, biraz gərginləşir, göz təzyiqi daha yuxarı göstərir. Yanlış olaraq bunlara bir dərman yaza bilərik. Elə adamlar var ki, göz təzyiqi normaldır, ancaq qlaukoma başlayıbdır. Buna bir normal təzyiqli qlaukoma deyirik. Yəni, biz burada bir qlaukoma deyiləndə mütləq kompleks şəkildə yanaşaraq, yəni sözüm odur ki, bu qlaukomanı biz axtarmalıyıq. Hər bir xəstədə, gördüyümüz hər bir xəstədə qlaukomanı axtarmalıyıq. Araşdırmalıyıq. Varmı, yoxmu? Yoxdur. Varsa da vaxtında aşkar. Çünki belə olmasa, dediyim kimi, qlaukoma sizdən qaçacaq. Hər yerdə sizdən gizlənəcək. Siz onu, bax, biz bir-birimizi belə üzbəüz bizim qarşımızda dayanmayacaq. O bizdən qaçıb, bizdən gizli yerlərdə özünü saxlayacaq. Ancaq bizə ziyanlı vuracaq. Doktor, deyirsiniz, bu xəstələr artıq risk qrupundadır, nəzarət altında saxlayırıq. Bəs nə zaman və necə dəqiq diaqnoz qoyursunuz ki, bu xəstədə 100% qlaukoma var? Baxın, saydıq, demək, göz daxili təzyiq ən vacib əlamətlərindəndir. Göz daxili təzyiqi az hallarda ola bilər ki, yuxarı olmasın, qlaukoma olsun. Göz daxili təzyiqin yuxarıdırsa xəstədə və göz dibində, özəlliklə görmə sinirinin diskini biz görə bilirik göz dibinə baxar. Orada bir çala var. O çalanın genəlməsini gözünüzlə görürsünüz ki, normadan gendir. Digər gözə yetərlidir ki, baxmaq ki, digər gözlə baxacaqsınız ki, bayaq dedim, asimetriya var.
digər gözdə çala dərin deyil, dayazdır, kiçikdir. Bu gözdə sinirin ortasında olan o çala dərindir. Bu sizə yetərlidir ki, həmən bu göz dibinin vəziyyəti və göz təzyiqinin yuxarı olması sizə diaqnozu, yəni qlaukoma olaraq qoymağı və bunu təsdiq etməyi. Bu sizə tamamilə yetərlidir. Bəzi xəstələrdə, yəni biraz irəlilənmiş xəstələrdə artıq burada bir digər funksional yoxlamalar var. Məsələn, görmə sahəsini yoxlayırıq. Bu xəstələr üçün özəlliklə de facto soruşanda deyir ki, bizlər məsələn bir qaranlıq yerdə orientasiyamız pozulur. Çünki görmə sahəsi daralmış olur. Adaptasiya pozulmuş olur. Görmə sahəsi daralır, doktor. Bəli, görmə sahəsi daralır. Adaptasiya, qaranlıq adaptasiyası pozulur. Bu adamlar bəzən onları yanlış olaraq biz toyuq korluğu ilə da səhv sala bilərik. Ancaq təbii ki, bu dediyim obyektiv müayinələr nəticəsində yəni biz onu diaqnozunu qoya bilirik. Bir xəstəni tutdunuzsa, yəni bu qlaukomanın, onu diaqnozunu qoymaq o qədər də çətin deyil. Dediyimiz kimi bir neçə ardıcıl müayinələrdir, pillə-pillə. Onları edirsiniz və diaqnozu qoyursunuz ya da inkar edirsiniz. Söhbət odur ki, bu xəstəni tutmaq və bu xəstədə bu xəstəliyi tutmaqdır. Yəni onun üçün də hər bir xəstə erkən müayinə olunmalıdır, tez-tez müayinə olunmalı. Tez-tez deyəndə yəni heç də düşünməyin ki, elə hər gün müayinədən söhbət gedir. Söhbət ondan gedir ki, məsələn 40 yaşa qədər 5 ildə bir, 10 ildə bir yoxlansa yetərlidir. 40 yaşdan sonra artıq hər 5 ildən bir yoxlanmağı çox vacib bir şərtdir. 50 yaşın üzərində artıq 2 ildən, 3 ildən bir prinsiplə 40 yaşdan sonra insanları həkimə aparan bir şey var. Yaxın görmənin pozulması. Görə bilmirəm. Bu sizi 2 ildən bir həkimə aparacaq. Bax, bu həkimin avantajıdır ki, ən azı 2 ildən bir və 40 yaşdan sonra xəstəni görmə ehtimalınız yüksək insanları. Yəni, hər bir pasiyent 2 ildən, 3 ildən bir sizin yanınıza gələ bilər. Göz həkiminə gedə bilər və bu zamanda dediyim kimi o rutin müayinəni, o müayinəni ardıcıllıqla edirsiniz. Göz təzyiqini yoxlayırsınız. Şübhəniz göz təzyiqi yuxarı oldusa, burada artıq bunu qoyursunuz qlaukomalı xəstələrin içərisinə ki, bu ya qlaukomadır, ya qlaukomalı bir xəstə olacaqdır. Ona görə də və bu yolla. Yoxsa, yəni zamanında, bir də bir şey deməyin, zamanında aşkar eləmək vacibdir. İndi o müalicədən əgər qısa danışsaq, onda görəcəksiniz ki, müalicə nə zaman effekti olur, nə qədər erkən dövrdə siz o xəstəliyi yaxalaya bilirsiniz, bir o qədər də müalicə effekti olur. Elə onunla bağlı sual vermək istirdim, doktor. Qeyd etdiniz ki, bu xəstəliyin müalicəsi yoxdur. Yəni də sonda bu xəstələr bu xəstələr görməni itirirlər. O zaman belə bir sual yarana bilər ki, əgər bütün halda mən görməni itirəcəmsə, niyə həkimə müraciət edeyim, niyə müalicə alım? Bəs bu müalicələr nə üçündür, doktor? Yox, xəstə əgər elə fikirləşirsə, o yanlış fikirləşir ki, mən müalicəyə nə ehtiyac var, onsuz da itirəcəm. Yox, biz demədik ki, hər xəstə görməyini itirər. Məsələn, bir 4-cü ya 3-cü dövrdə olan bir qlaukomalı xəstə, artıq inkişaf eləmiş, lap belə irəli getmiş bir qlaukomalı xəstədə görməni itirmə şansı daha böyükdür. %60, %70%. Ancaq başlanğıc dövrdə, yaxud başlanğıcı biraz irəli getmiş dövrdə, haradakı görmə funksiyaları kifayət dərəcədə yaxşıdır, görmə sahəsi çox az zədələnibdir, yəni gözün çöpçük aparatından gedir söhbət. Görmə siniri çox cüzi zədələnib, balaca bir disk var, diskin ortasında, üzr istəyirəm, balaca bir çala, yəni birazca böyüyübdür, dərinləşibdir. Bu dövrdə siz o xəstəni yaxaladınızsa, bu xəstənin həyatının sonuna qədər, məsələn, deyək, 50 yaşında bir adamdır, 80 yaş, 90 yaş, Allah nə qədər ömrü, o qədər yaşasa, o göz əksər hallarda kör olmaz, yəni görməyini itirməz, görmə azalacaq. Bu bir mənalı. Qlaukoma, bilirsiniz necə xəstəlikdir? Siz onu vaxtında yaxaladanızsa, o sizə tabi olur. Yəni, tabi olur, geriyə qaytarmır sizə heç nə. Zəifləmə ləngiyir, doktor. Ləngidir, bəli. Onun inkişafı ləngidir. 10 dəfələrlə ləngiyə bilir. Bəzi adamlarda görürsən, bəzi bir neçə illər yoxlayırsan, görürsən ki, stabil bir vəziyyətdir. Yəni, heç inkişaf yoxdur və yaxud o inkişaf varsa da biz onu o dərəcədə minimumdur ki, onu tuta bilmirsən. Yəni, nə gözəl. Yəni, biz də istəyirik ki, qlaukomalı xəstədə geri qaytarmayaq, qaytara bilmərik. Apardığını azaldaq. Demək, doktor, hansı mərhələdə həkimə müraciət ediriksə, ora qədər itirdiyimiz heç nəyi geri ala bilmirik. Biz sadəcə o anda nəyə sahib isə, hansı görməyə sahib isə,
o yenə azalacaqdır, amma bu azalmanın sürəti azalacaqdır, deyilmi? Bəli, xəstəyə də biz həmişə bu müalicənin məğzini, mahiyyətini izah edəndə, çünki xəstə də bizim qədər biz ona qlaukoma deyəndə həmən telefonu əlinə alır, baxır, görür ki, bu qədər adam kör oldu, görməyini itirdi, falan oldu, bu belə oldu, elə oldu. Görürsünüz, xəstə üçün daha ciddi bir pessimist bir şey yaradır. Ancaq biz onu həkim olaraq ona başa salmağa çalışırıq ki, biz çox doğru zamanında bu xəstəliyi tutduq və bu xəstəliyi müalicə, yəni tədavi və yaxud da terapiyasını aparmağa, əməliyyatını aparmağa cəhd edəcək. İllərlə sizlə dost olacaq, yoldaş olacaq, siz bizim yanımıza tez-tez gələcəksiniz və bu nəticədə sizin udacağınız nə olacaq? Bu xəstəliyi birinci ləngidəcək. Sizin ömrünüz nə qədərdirsə, o ömrü görə-görə başa vuracaqsınız. Bax, bunu indi ola bilər kimdə 100%-dən, kimdə 50%-dən, kimdə 30%-dən bu söhbət... Kim hansı faizdə həkimə gedibsə? Kim hansı faizdə, nə qədər erkən xəstədə qlaukom aşkar olunarsa, bir o qədər də yəni o xəstə avantajlıdır, üstündür. Yəni onun o görmə və həyatının sonuna qədər görmə şansı 90-95% deməkdir. Yəni bu istənilən bir adam üçün də çox normal bir rəqəmdir. Hər gün dərman qəbul etməli olurlar, doktor, bu xəstələr? Bilirsiniz, qlaukoma bir medikamentoz tərəfindən dərmanlarla müalicə olunur. Müalicə olunur deyəndə ağlımız o şeyə getməsin. Biz deyirik ki, o müalicə olunan deyil. Biz bu müalicəni yəni etməli olduğumuz tədbirləri deyirik ki, bu tədbirləri etmək lazımdır ki, insan görməni itirməsin. Bu dərman maddələri var. Bu dərman damcılardan biz istifadə edirik. Dərmanların, əgər dərmanla əslində bir qlaukomanın bir ana prinsipi ondan ibarətdir ki, həmən əməliyyat mı, həmən dərman mı adətən birinci dəfə aşkar olunan mütləq dərmanla başlamalısınız. Nədən dərmanla başlamalısınız? Dərmanları idarə etmək asandır. Bir dərmanı verirsiniz, 2 dəfə verirsiniz gündə, 3 dəfə verirsiniz. Bir müddət, 3 gün, 1 həftə, 2 həftə, 1 ay bunu müşahidə edirsiniz. Siz nəyə gözləyirsiniz? Göz təzyiqi var. Normal göz təzyiqi bayaq dedim. 1-20 mm civə sütunun üzərinə qalxmamalıdır. Ən doğrusu, belə deyək, araşdırmalar göstərir ki, bir hədəf təzyiqi dediyimiz bir hədəf tutmalıyıq. 16 mm civə sütunudur. Onun üzərində 2 mm o yana, 2 mm aşağı ola bilər. Yəni, insanların 100 adamı yoxlayanda görürsən ki, onun 80-ində 16 mm civə sütunu. Qalanında biraz yuxarı, biraz aşağı. Və bizim də hədəfimiz əslində bir müalicə eləyəndə, çünki soruşarlar ki, sən neçəyə salmalısın? Görürsünüzmü, arterial təzyiq qalxanda soruşurlar ki, sizin işlək təzyiqiniz neçədir? Adam deyir ki, bilirsə, deyir 120-dir. Tamam, ona salmaq lazım. Nə ona az, nə çox elə. Burada da elə bir şey var. Bir hədəf təzyiqimiz təxminən 16 +- 2 mm civə sütunu olmalıdır və buna yönəlik tədbirlər görürük. Məsələn, bir dərman xeyir etdi, bir aydan sonra görürük ki, stabilləşdi. Bununla bir müddət davam edirik. Burada iqtisadi problemlər var. Xəstənin əməliyyat olunacaq. Biz əməliyyat olunanda deyirsən ki, əməliyyat eləmək lazımdır. Soruşur, nə qarantiya var? Bundan sonra bu xəstəlik tam dayanacaqmı? Bundan sonra təkrar bir də təzyiqim qalxmayacaqmı? Və biz bunun heç birinə pozitiv cavab verə bilmirik. Biz deyirik ki, əməliyyat edək, ancaq qalxa da bilər. Təkrar qalxa da bilər. Təkrar əməliyyatda oluna bilər. Təkrar dərmanlara qayıda bilərik. Dərmanlar ancaq bizim üçün nə idi? Bir kəşfiyyat. Ki, bu nə qlaukomadır? Nədir bu? Bu tabi olandırmı? Müalicəsi cərrahiyyədir. Bəli, əsas müalicəsi əslində pis də, yaxşı da olsa cərrahiyyədir. Və belə bir deyim də var ki, əməliyyat eləmək pisdir. Dediyim kimi o səbəblərdən residiv verə bilər falan, ancaq əməliyyat eləməmək də ondan da pisdir. Yəni dərmanlarla çox uzağa getmərik. Çünki bəzi dərmanların öyrəşməsi var, gözün ona öyrəşməsi var. Dərmanı verirsən, xəstə məmnun, təzyiq normal. 6 ay, 8 ay xəstə də elə bilir ki, yaxşıdır, deyir, həkimə nəyə gedim? Elə dərmanı verib, 2 ildən sonra gəlir, görürsən ki, təzyiq 38, 40, 50, nə bilim nə. Baxırsan ki, bu dərmana artıq öyrəşmə yaranıbdır, xəstə də onu hiss eləməyibdir, bilməyib, ona görə də bir əməliyyat seçim olmalıdır. Doktor, son sual vermək istəyirəm sizə. Bu əməliyyat nədən ibarətdir? Bilirsiniz, əməliyyat nədir? Bunun məğzi ondan ibarətdir. Gözün içərisinə bir maye toplanır, o da göz kameraları var, ön kameradan xaric olunur. Bu sabit olmalıdır. Gələn maye, çıxan mayeyə bərabər olmalıdır. Gözün içərisində təzyiq sabit qalsın. Qlaukoma, özəlliklə birincili qlaukomalarda mayenin çıxmağına bir maneə yaranır. Bax, səbəb budur. Onun səbəbi nədəndir? Onu bilinmir. Genetik meyillik çox yüksəkdir. İrsi meyillik çox yüksəkdir. Və burada da nə ortaya çıxır? Məntiq olaraq biz gərək ön kameradan maye çıxmağını asanlaşdıraq. Və burada da
bir trabekulektomiya deyilən bir əməliyyat olunur. Kanal aç. Elə bilin ki, bax buradan bu otaqda pəncərə yoxdur. 2 dənə əlavə pəncərə açdıq ki, hava çox yaxşı işləsin və biz. Bax bu əməliyyatın məğzu ondan ibarətdir. Bu bir trabekulektomiya əməliyyatı deyirlər. Çox universal bir. Hal-hazırda oftalmologiyada, qlakoma cərrahiyyəsində çox üsullar var. Çox müxtəlif lazer prosedurları və s. və s. Ancaq onların içərisində hamısını qarışdıranda bir trabekulektomiya bir qızıl standart kimi gedir və bu standartını da mən bunu burada deməyə özümə borc bilirəm. Nədən? Çünki biz bəzən başqalarının elədiklərini çox da bir şey eləyir. Ancaq özümüzün elədiklərimizi və bura əlavələr varsa da onları eləyirik, ancaq onları deməyə çəkinirik, utanırıq. Məsələn, bu üsulda bir dənə Musayev üsulu var. Paşa Musayev üsulu bizim kafedramızın da müdürüdür. Çox gözəl bir üsuldur. Ora bir əlavə bir kapsula plastika deyilən bir üsul əlavə edildi. Büllur kapsulası həmən o açdığımız kanalın ağzına qoyur, içərisinə 2 pərdəsinin arasında. Nədən ötürü? O çapxılaşmasın. Çünki burada canlı toxumadır. Kəsirsən, kanal açırsan, bir müddət sonra çapxılaşma ehtimalı yüksəkdir. Yenidən təzyiq al. Və o üsul çox belə mütərəqqi bir üsuldur. Bütün dünyada da istifadə olunurlar və biz də istifadə edirik və məmnun da qalırıq. Ancaq çox təəssüf ki, yenə də bu dediyimiz, bu cərrahi yolda, bu qlakomada itirdiyimiz bir şeyləri geri qaytarmır. Yəni, qlakoma bir ağrısız bir xəstəlikdir. Qlakoma birdən-birə gəlir, heç kimə xəbər etmir. Gəlirəm demir. Müalicə olunan deyil, ancaq buna baxmayaraq biz onlara pozitiv baxmalıyıq, vaxtında aşkar etməliyik ki, bu qlakoma deyilən bir bəla bizdən biraz uzaq dura bilsin. Və yaxud da ki, yanımızda olsun, ancaq onun boğazında biz idarə edək. Biz onu idarə edək. Gəldiyinizə görə təşəkkür edirəm, doktor. Çox sağ olun. Əziz tamaşaçılar, artıq bir verilişimizin də sonuna gəlib çatdıq və hər zaman olduğu kimi geyimimə görə Vomma Butikə təşəkkür etmək istəyirəm. Əziz xanımlar, havalar soyuyur. Artıq qarderobumuzu payız geyimləri ilə bəzəməyin vaxtı çatıbdır. Ekranda görürsünüz telefon nömrəsini və Instagram hesabını da. Təşəkkürlər Vomma Butik. Sizinlə isə sağollaşırıq. Yenidən görüşünüzə gəlmək ümidi ilə. Sağ olun, sağlıqla qalın.